Gələn həftə parlaq zəkada baxın. Bugünkü 8-də 1 final mərhələsinin mövzusu belədir. Böyük dramaturq İlyas Əfəndiyev. Zəkaların iddialı çıxışları. Bugün parlaq zəkada ilk oyunumdur. Ümid edirəm ki, uğurlu çıxış edəcəm. Bugünkü oyunda güclü göstərəcəm və qələbə qazanacağıma inanım çox böyükdür. Qələbə adətən hər kəsə qismət olmur. Mən bugün iştirakçı yoldaşlarıma uğurlar arzulamaqla qələbənin mənimlə birgə olacağına böyük ümidlər bəsləyirəm. Aparıcının səbr kasasını dolduran zəka. Zümrüd, sizin bu təkidinizi unuda bilməyəcəm. Sual toruna düşən zəka. Niyə tələsirsiniz Səbinə? 20 saniyə vaxtınız var idi. İndi isə cəmi 3 saniyəniz olacaq. Baş biləndən gələn məzəmmə. Masa arxasında 3 dost deyil, dağlar arxasında 3 dost adlanır. Parlaq zəkanın növbəti mərhələsində kimi görəcəyik? Bazar günü səhər saat 11-də.